Bir 70 yaşlı qadın öz əri ilə kətdə yaşayırdı. Əri öldükdən ölür. Bunun bir oğlu var idi, o da şəhərdə yaşayırdı. Arvadın əri öldükdən sonra oğlu artıq anasını deyir ki, ana sən burada tək yaşaya bilməzsən, gedək bizimlə yaşayacaqsan. Və anasını gətirib öz evlərində saxlayır. Oğlan evdə olarkən gəlin qaynanəsinə çox gözəl münasibət göstərir və özünü qayğıkeş bir gəlin kimi göstərirdi. Amma oğlan işə getdikdən sonra gəlin artıq 100% dəyişirdi. Elə bil ki, Əzrailə çevrilirdi. Qaynanəsinə gün verib işıq vermirdi. Orada oturma, burada oturma, hamamı çox məşğul etmə, axşam qonağımız gələcək, evdən bayıra çıxma, gözə görünmə. Qadın elə bir oğlunun evində elə bir hala gəlmişdi ki, artıq bir oturub şirin çörək də yeyə bilmirdi ki, onun yediyin ona çox görəcək gəlin və öz otağına çəkilib, xısın-xısın ağlayıb gününü keçirdirdi. Bir günləri gəlinin anası ilə danışdığını eşitdi. Dedi, ana, bu qaynanəmin əlində ilişmişəm, ölmür də ki, canım qurtarsın. Ərimə də deyirəm, bunu aparaq verək qocalar evinə, razı olmur. Arvad başa düşür ki, gəlini bunun ölümünü dörd gözlə gözləyir. Və arvad burada bir taktik hərəkət edir. Deməli, gəlin evdə ikən öz otağına çəkilir və kətdən gətirdiyi köhnə sandığı açaraq orada bir dügünçədə 2 xırda qızılını və bir məktub yazıb qoyur. Gəlin bunu görür və qapını açır. Bu tez qaynanə o əlindəkiləri büktələyib, sandığa qoyub sandığın qapağını bağlayır. Gəlin tez soruşur ki, qaynanə o sandıqda nə var? Deyir, heç bala, mən dişim dırnağımla qazanıb yığdığımız pullarla hər ay qızıllar alırdıq və həmin qızılları burada saxlayıram. Dar günüm üçün. Yaşlı adamam, qocalığımda mənə kara gələndə satıb xərcləməyə və mənə kim yaşlılığımda yaxşı baxacaqsa, həmin bu qızılları ona təslim edəcəm. Gəlin bundan daha da deməli gözləri parıldayır ki, qaynanəsinin qızılları var və qaynanə sandığın ağzını qıfıllayır. Gəlin bundan sonra evdəki ab-hava təmiz dəyişir. Gəlin qaynanəsinin otağına yemək gətirir, orada oturma, burada otur, ayaqlarını ovxalamaq, qulluğunda durmaq. Oğlan görür ki, gəlin çox dəyişib, anasının qulluğunda çox yaxşı dayanır. Deyir, ana, görürsən gəlinin sənin qulluğunda necə dayanır? Deyir, o qaynanəsi içində gülərək deyir ki, mənim qulluğumda yox, qızılların feylinə görə bu variantı oynayır. Beləliklə, arvad 2 ay müddətində orada kraliçalar kimi yaşayır. Gəlin necə var ki, bunun qulluğunda dayanır. Bir gün arvad yuxuda tənginəfəs ayılaraq birtəhər gözünü açır. Görür ki, gəlin otağın içərisində ora-buranı gəzir. Bilir ki, sandığın açarın gəzir. Deyir, gəlin, tez mənim oğlumu çağır gəlsin bura. Mən deyəsən ölürəm. Sandığın açarı da mənim balışımın altındadır. Gəlin oğlanı çağırır. Oğlan
anasını götürüb tez xəstəxanaya aparır. Demə, anası qəlb krizi keçirirmiş. Anası ilə xəstəxanada məşğul olan zaman oğlanın arvadı otaqda sandığı açır və sandığı açanda görür ki, sandıqdakı bağlamanın içərisində 2 dənə xırda qızıl var, bir də məktub var. Və bu məktubu açır, oxuyur, görür ki, yazır ki, gəlin, sən mənə sidqi ürəklə, sevgi ilə qayğı göstərmirdin. Sənin göstərdiyin qayğı qızıllara görə idi. Sən öz tamahınla özünü aldatdın. Belə tamahla heç bir yerə gedib çıxa bilməzsən. Bundan gəlin daha da hiddətlənir və dəliyə dönür. Artıq bunun gözünü hər şey qızıl tutub, tez xəstəxanaya gəlir, oğlanı çağırır çölə və bu haqq hesabları ona danışır. Da bilmir ki, özü nə günahın sahibidir və deyir, görürsən, sənin anan nə oyun çıxardıb. Oğlan baxır buna, deyir ki, mən burada anamla ölüm-dirim mübarizəsində anamı sağaltmaq üçün əlləşirəm. Görsən nə hala düşmüsən ki, qızıl sənin gözlərini tutub, qızıl həsbətindəsən. Və gəlin burada artıq üz döndərib çıxıb gedir. Belə olur ki, qadın sağalır və oğlan anasını götürüb evə gətirir. Evə gətirəndə artıq qadın görür ki, gəlini evdə yoxdur. Bir neçə vaxtdan sonra bunlar artıq bir-birindən boşanırlar. Arvad oğluna çox yalvarır ki, məndən ötürü sən ailəni dağıtma inan. Onu gətir evə. Deyir, yox ana, elə bir qadını evə gətirmək olmaz. O artıq qızıl hayındadır. Biz orada can vur, sənin canınla əlləşərkən o burada qızıl axtarırdı. Ona görə elə qadından bizə ailə olmaz. Və onlar bir dəfəlik ayrılırlar. İndi siz özünüz fikirləşin. Bunlar hansı doğru yoldadır? Öz fikir və rəylərinizi gözləyirəm. Bəyənmələr etsəniz də çox gözəl olar. Diqqətinizə görə çox sağ olun, minnətdarım.